Salam hörmətli izləyicilər. Mən hüquqşünas Zaud Seyidzadə bugünkü videoda məlumat verəcəm ki, qayyum, patronaj və ya sosial xidmətçinin fərqi nələrdir və bunların hansı hüquqi statusu var, hansı güzəş imtiyazları var. Əgər hər şey sizə maraqlıdırsa, bilmək istəyirsinizsə, videonun sonuna qədər izləyin, bu barədə məlumat olacaq. Əvvəlcədən xahiş edirəm ki, videonu bəyənin, qoy daha çox şəxs bilsin. Eyni zamanda YouTube kanalına abunə olun. Və beğeni onu da qeyd edin ki, əgər nəsə aydın olmasa, fərdi qaydada məsləhət almasın. Mənim telefonum və YouTube kanalında istənilən videonun izahı yerində qeyd olunub. Eyni zamanda YouTube kanalında short bölməsində istənilən videonun üzərində var. Beğeni keçən mövzuya. Qayyum nədir birinci növbədə? Qayyum o şəxsdir ki, məhkəmə tərəfindən təyin olunur, fəaliyyət qabiliyyəti olmayan şəxsə qulluq edir. Yəni, qulluq etməklə yanaşı, onun bütün səlahiyyətləri onda olur. Bütün sənədləri imzalayır, bütün fikir bildirir, bütün məsələyə hörmətli izləyicilər. Yəni, qayyumun imzası olmadan heç bir sənəd hüquq qüvvəsini minə bilməz. Bu həm belə əlilliyi olan şəxsdə təyin olunmuş qayyumlara aiddir. Eyni zamanda valideynindən itilmiş uşağa 18 yaşına qədər aiddir. Yəni, o anda qayyumun olur. Qayyumun müəyyən hüquqi statusları var. Qayyum, belə deyək də, tutaq ki, məsəl üçün, ev satıldığı zaman fikir bildirməlidir, ev aldığı zaman fikir bildirməlidir, uşaqların gündəlik həyatında və ya əlilliyi olan şəxsin gündəlik həyatında hansısa hüquqi məsələ varsa, orada fikir bildirməlidir. Məsəl üçün, pensiyadan bağlı, qayyumlar valideynin itilmiş şəxsə görə ödənilən müavinətlə bağlı və digər məsələlərlə bağlı. Hörmətli izləyicilər. Və patronaj nədir? Patronaj belə deyək, əlilliyi olan şəxsi qulluq edən şəxsə deyil, onu rayon icra hakimiyyətinin qərarını təsdiqlərini, sərəncamını təsdiqlərini həmin şəxs belə sadəcə qulluq edir. Onu hansı bir qərar qəbul etmək səlahiyyəti olmur. Yalnız patronajdır. Amma qayyumun səlahiyyəti olur. Bu, belə deyək, birinci qrup əlilliyi və qulluq edən şəxslərə aiddir. Qayyum və patronaj dövlətdən birinci qrup əlilliyi və qulluq edildiyinə görə 100 manat ödəniş alır. Hörmətli izləyicilər. Nəzərə alın. Amma əgər şəxslər var ki, patronajlıq qəbul etmədən, yəni qulluğa görə pul ala bilər. Bunlar kimdir? Valideynlərdir və ya əlilliyi olan şəxsin həyat yoldaşlarıdır. Mənim kimi, mənim də həyat yoldaşım, mən əlillik arabasında olduğuma görə qulluq edir və 100 manat pul alır. Hörmətli izləyicilər. Amma digər, tutaq ki, bacı, qardaş qulluq eləsə, o halda ya patronajlıq, ya da qayyumluq təsdiq olunmalıdır. Və sosial xidmətçi dövlət tərəfindən tənha olmuş şəxslərə ayrılır. Yəni, gəlir ev təmizləyir, yemək bişirir və ya digər məsələlərdə kömək edir, çıxır gedir. Hansısa bir hüquqi qərar vermə səlahiyyəti yoxdur. Nəzərə alın, o maaş alır. Patronajla qayyumun növbəti hüququ ondan ibarətdir ki, əlilliyi olan şəxsə qulluq edildiyinə görə və ya 70 yaşından yuxarı şəxsə qulluq edildiyinə görə pensiya yaşını çatdıqda pensiya alsın. Nəzərə alın bu məsələni. Patronaj, sosial xidmətçi, əmək qabiliyyəti olmayan şəxsə təyin olunur. Qayyumsa yalnız fəaliyyət qabiliyyəti olmayan və ya 18 yaşı tamam olmamış valideynin itilmiş şəxsə təyin olunur. Nəzərə alın. Bunların hər ikisinin dediyi kimi qayyum və patronajın pensiya alma hüququ var. Yəni, staj hesab olunur. O qulluq dövləti. Dövlət daha düzünü. Hörmətli izləyicilər. Nəzərə alın. Yəni, nə qədər qulluq edirsə, o qədər hesablanır staj. Tutaq ki, bir adam 15 il bir yerdə işləyibsə, yerdə qalan 10 il
əlilliyi olan şəxsə, yəni 81%-dan 100%-ə qədər əmək qabiliyyətini itirmiş şəxsə və ya fəaliyyət qabiliyyətini itirmiş şəxsə qulluq edibsə qayyum, o halda yəni pensiya qayyum dediyin kimi fəaliyyət qabiliyyətini itirmiş şəxsə və ya 18 yaşı tamam olmuş şəxsə qulluq edildiyinə görə belə deyək, imtiyazı olur. Yəni hüquq məsələ münasibət bildirə bilər. Amma patronaj da yalnız fəaliyyət qabiliyyəti olmayan şəxsə hesablanır. Nəzərə əmək qabiliyyəti olmayan şəxsə. Amma bir daha qeyd edirəm. Əmək qabiliyyətinin fəaliyyət qabiliyyəti başqa bir şeydir. Fəaliyyət qabiliyyəti odur ki, yəni insan özünü idarə edə bilmir. Yəni psixoloji problemlər olur, anlamsız vəziyyətdə olur. Bir sözlə ruhu xəstə olur. O halda yəni qayyum təyin olunur. Amma patronaj isə istənilən əlilliyi olan şəxsə birinci qrupa əlilliyi olan şəxsə təyin oluna bilər. Yəni hörmətli icraçı. Amma sosial xidmətçi də birinci qrupa əlilliyə və ya yaşlı bir şəxsə 70 yaşından yuxarı, 60 yaşından yuxarı təyin oluna bilər. Qabaq qanun vericiyə əsasən, əgər həmin yaşlı şəxsin övladları var idisə, o halda yəni sosial xidmətçi verilmirdi. Amma indi qanuna görə övladları varsa, həmin şəxs məsəl üçün deyəm, yaşı Yasama rayonunda, övladlarsa yaşı Sabah rayonunda, o halda verilməlidir. Əgər eyni rayonda yaşayırsa, eyni ərazidə yaşayırsa, verilmir. Hörmətli icraçı. Nəzərə alın. Və digər xırdalıqlar var. İstədiyiniz zaman ayağa saxlaya bilərsiniz, subar vazı verə bilərsiniz. Xahiş edən subar vazı səsinə WhatsApp-a göndərin. Qeyd edin ki, YouTube kanalına abunə olan şəxslər üçün telefonla hüquq məsləhətinin verilməsi 10 manatdır. Bundan əlavə ərizəyə yazıb e-mail WhatsApp ünvanına göndərirəm. Hörmətli icraçı. Nəzərə alın. Həftənin 7 günü fəaliyyət göstərirəm. Xahiş edirəm, mənim əziyyətim hədər getməsin deyə videonu bəyənin, YouTube kanalına abunə olun, imkan daxilində də paylaşın. Az deyə bizim 5000-ə yaxın abunəmiz var. Daha dəqiqcəsi 4990 abunə var. Bunu heç olmasa bir 6000-lə çatdıraqdır. Hörmətli icraçı. Zəhmət olmasa. Hamımızdan xahiş edən ki, videonu bəyənin, qoy daha çox şəxs bilsin hüquqlarını. Mən dəfələrlə bununla bağlı müəyyən videolarda məlumat vermişəm. Yəni pensiyadan bağlı görən insanlar maraqlanır. Ona görə qərara gəldim biraz geniş məlumat verim. Kimin nəsi varsa şərh yerinə yazsın, mən cavab verə bilmirəm. Yəni yazılı. Ya onun əsasında video hazır edirəm, izləyin. Yəni ki, fərdi qədər suallarınızı WhatsApp-a verin. Hörmətli icraçı. Diqqətinizi görə sağ olun. Sağ olun. Abunə olmağı unutmayın.